elə ilk dəfədən gördüyünüz kişi kimdir və onunla bir gələcək düşünməyə dəyərmi, sizə sonradan necə hiss elətdirəcək bilmək üçün nə etmək lazımdır deyə indi izah eləyəcəm. Ən birincisi, İlk tanışdığınız andan etibarən o insan sizə necə hiss elətdirirsə, o hiss sizdə qalacaq. Amma önəmli olan bir şey var. Siz özünüz necə hiss elədiyinizi bilməyiniz lazımdır. Baxın, əgər siz çox ehtiraslanırsınızsa o insanı gördüyünüz andan başlayaraq, çox həyecanlanırsınızsa, bu o deməkdir ki, bədəniniz təşviş siqnalı çalır və qaç demək istəyir. Yəni ilk dəfə tanımadığın adama qarşı ehtiraslanmaq sadəcə bədənin siqnalıdır ki, qaç, bu yanlış insandır. Çünki bu qədər həyecanlanmaq, bu qədər əsmək normal deyil ilk dəfədən. Və yaxud da bir insan sizə ChatGPT-yə çoxlu suallar yazdırırsa ilk dəfələrdən, storyaya baxdımı, baxmadımı deyə sizi narahat vəziyyətdə buraxırsa, o mənim haqqımda nə düşünür, sevir, sevmir deyə suallar oyadırsa, bu da o deməkdir ki, o insan sizi davamlı yoracaq. Elə indidən yorur, davamlı da yoracaq. Okay? Və yaxud da elə ilk dəfədən sizə narahat hiss elətdirirsə, ömür boyu da belə narahat hiss elətdirəcək. Yəni ilk nə hiss edirsinizsə o insanla bağlı, o hissi tapmaq və o hissin sonradan da davam eləyəcəyini bilmək önəmlidir. İkinci önəmli nüans. Bir qadın bazı olaraq nə hiss eləyirsə, ona təhlükəsiz və doğma gələn şey odur. Yəni, bazı olaraq təşvişli hiss eləyirsinizsə, sizə təşvişli hiss elətdirən bir insan sizə doğma gələcək. Bazı olaraq siz mənə aldadırlar deyə hiss edirsinizsə, sizə aldadıcı davranışlar göstərən və yalan danışan insan sizə doğma gələcək. Digər tərəfdən isə siz bazı olaraq təhlükədə hiss eləyirsinizsə, bazı olaraq sərhədlərin pozulur deyə hiss eləyirsinizsə, yəni özünüz tək olanda. O zaman yanınızda elə sizin sərhədlərinizi pozan bir insan olsa, siz onu hiss eləməyəcəksiniz. Sizə bu doğma gələcək. Sizə elə gələcək ki, həyatınızın adamı budur. Bir çox qadın bax buna görə səhv eləyir. Əslində burada səhv yoxdur. Hər şey haqlıdır, hər şey düzgündür. Oxşar oxşarı çəkir. Oxşar duyğular oxşar duyğuları çəkir. Yəni ona görə də doğru kişi varmı yanınızda, doğru kişi ilə bərabər olacaqsınızmı deyə bilmək üçün özünüz təklikdə nə hiss edirsiniz, bazı duyğularınız nədir, hansı proqramlarda yaşayırsınız, nəyi doğmalaşdırmısınız özlüyünüzdə, hansı duyğunu, onu bilməyiniz çox önəmlidir. Çünki bunu anlamasanız siz elə ya hər gələnə aşıq olacaqsınız, ya da elə dediyim kimi bazı negativ proqramlarınızın təkrarını sizə yaşadan insanlar sizə həyatınızın aşkı kimi gələcək. Bax, öz duyğularınızın fərqində olmaq, öz duyğularınızı tanımaq, mən hansı duyğulardayam və bu duyğular necə dəyişib, pozitiv, xoşbəxt hiss edə biləcəyim, rahat, təhlükəsiz hiss edə biləcəyim duyğulara çevirə bilərəm deyə anlamaq üçün mən sizlərə ödənişsiz proqram hazırlamışam. Bunun üçün siz pro level coach olmalısınız. Özünüz üçün, self coach özünüz üçün. Və bunu necə edə biləcəyinizi tamamilə ödənişsiz şəkildə 8-9 apreldə biz sınayacaq birlikdə. Aşağıda CS43 kodunu yazaraq sadəcə ödənişsiz qatıla bilərsiniz. Özünüz üçün bir şeylər etmək üçün. Bax, bugün bir fürsətdir. İstifadə edin.